Birləşmiş Ştatların İrana qarşı həyata keçirdiyi hücumlar ölkənin raket arsenalına təsirsiz ötüşməyib. The Washington Post qəzetinin yazdığına görə Birləşmiş Ştatların yüksək vəzifəli rəsmiləri Yaxın Şərq münaqişəsinin Patriot və THAAD raket ehtiyatlarını əhəmiyyətli dərəcədə tükəndirdiyini bildiriblər. Bu hərbi əməliyyatlar çərçivəsində xüsusilə hava hücumundan müdafiə və yüksək dəqiqlikli zərbə sistemləri geniş şəkildə istifadə edilir. Bununla yanaşı dənizdən ballistik raketlərə qarşı istifadə olunan SM-3 raket və çoxməqsədli SM-6 raket sistemləri də əməliyyatlarda mühüm rol oynayır. Eyni zamanda uzaq mənzilli zərbə imkanları ilə tanınan Tomahawk Cruise raketləri də müxtəlif hədəflərə qarşı istifadə olunur. Analitiklər bildirirlər ki, ehtiyatların azalmasının əsas səbəbi İran tərəfindən həyata keçirilən çoxsaylı raket və dron hücumlarıdır. Çünki belə hücumların qarşısını almaq üçün müdafiə sistemləri ardıcıl şəkildə işə salınır. Digər tərəfdən Birləşmiş Ştatlar eyni vaxtda müttəfiqlərinə də hərbi dəstək göstərir. Xüsusilə Ukraynaya göndərilən hava müdafiə vasitələri bu ehtiyatların istifadəsini artıran amillərdən hesab olunur. Bununla yanaşı bu tip raketlərin istehsalı həm mürəkkəb texnologiya tələb edir, həm də yüksək maliyyə xərcləri ilə müşahidə olunur. Mövcud məlumatlara görə Birləşmiş Ştatların raket ehtiyatları İran müharibəsi nəticəsində müəyyən dərəcədə azalıb. Hesabatlara görə bəzi kritik hava hücumundan müdafiə raketlərinin ehtiyatı təxminən 15-20%-ə qədər enib. İranın hücumları Birləşmiş Ştatların müdafiə sistemlərinin tez-tez işə düşməsinə səbəb olub və raketlərin sərfiyyatı sürətlənib. Bununla yanaşı Birləşmiş Ştatların digər uzun mənzilli və dəniz təyinatlı raket ehtiyatları hələ tam tükənməyib. Amma istehsalın sürətləndirilməsi zəruridir. Bu azalma müvəqqəti olsa da, davamlı əməliyyatlar ehtiyatların yenilənməsini prioritet məsələ kimi göstərir. The Washington Postun məlumatına görə Pentagon ehtiyat tədbiri olaraq Cənubi Koreyada yerləşən THAAD raketdən müdafiə sistemlərinin bir hissəsinin Yaxın Şərq regionuna köçürülməsinə qərar verib. Lakin qeyd olunur ki, bu addım regiondakı raket qıtlığı ilə bağlı deyil. Bildirilir ki, qərar daha çox İranın mümkün cavab zərbələrinin intensivləşəcəyi təqdirdə əlavə müdafiə təmin etmək məqsədi ilə ehtiyat tədbiri kimi nəzərdə tutulub. Ekspertlər vurğulayırlar ki, digər regionlardakı ehtiyatlardan istifadə yalnız müvəqqəti həll təklif edir və uzunmüddətli perspektivdə kifayət qədər effektiv hesab olunmur. Əgər əməliyyatlar davam edərsə, Birləşmiş Ştatların digər regional bazalarındakı raket ehtiyatları da sürətlə azala bilər. Bu, Birləşmiş Ştatların həm regional, həm də qlobal müdafiə qabiliyyətinə təsir göstərə biləcəyi vəziyyət formalaşdırır. Birləşmiş Ştatların raket ehtiyatlarının azalması strateji baxımdan problemdir. Cənubi Koreyadan raketlərin gətirilməsi müvəqqəti həll olsa da, logistik xərcləri artıraraq təchizat zəncirini mürəkkəbləşdirir. Digər regionlardan da əlavə raket ehtiyatı gətirilməsi Birləşmiş Ştatların mobilizasiyasını gecikdirə və əməliyyat planlarını çətinləşdirə bilər. Bu proses həm də strateji qərar vermədə problemlər yaradır. Çünki ehtiyatların paylanması və prioritet hədəflərə yönləndirilməsi kritik olur. Uzaq bölgələrdən ehtiyat gətirmək Vaşinqtonun cavab sürətini və reaksiya qabiliyyətini də azalda bilər. Bu arada Birləşmiş Ştatlar Mərkəzi Komandanlığı 10 gün ərzində istifadə olunan hərbi texnika, platformalar və hədəflər barədə məlumat paylaşıb. Belə ki, əməliyyatlarda raket sistemləri ilə yanaşı B-1, B-2 və B-52 kimi uzun mənzilli bombardımançıların iştirak etdiyi qeyd olunur. İrandakı hədəflərə F-15, F-16, F-18, F-22 və F-35 kimi müasir döyüş təyyarələri zərbələr indirib. Əməliyyat çərçivəsində U-2 Dragon Lady kimi təyyarələr İran hərbi fəaliyyətlərini izləmək və bölgədəki hərəkətləri nəzərdə saxlamaq üçün aktiv şəkildə istifadə olunub. MQ-9 Reaper və Lucas PUAları ilə həm müşahidə, həm də hücum tapşırıqları yerinə yetirilib. Nüvə enerjili təyyarə daşıyan gəmilər dəniz əməliyyatlarını dəstəkləyib. C-17 Globemaster və C-130 yük təyyarələri hücumlara logistika dəstəyi veriblər.